Qoç, bugün yeni bir ideya seni heyecanlandıra bilər. Onu ciddiyə al və ilk addımı at. Buğam, daxili sabitliyə ehtiyac duyursan, amma kiçik bir risk böyük rahatlıq gətirə bilər. Əkizlər, yeni tanışlıqlar və gözlənilməz fürsətlər gündəmdədir, çevik ol. Xərçəng, duyğular səni idarə etməsin. Bugün ağınla qərar vermək daha xeyirli olacaq. Şir, öz işığını başqalarına da yansıtmaq üçün mükəmməl bir gündür, liderliyi ələ al. Qız, bugün təfərrüatlar çox şey izah edəcək. Diqqətli bax, kiçik siqnallar böyük məna daşıyır. Tərəzi, içində balansı tapdıqca ətrafındakı xaosu sakitləşdirəcəksən. Əqrəb, gizlənilən duyğular gün işığına çıxır, dürüstlük azadlıq gətirəcək. Ox atan, səfərə çıxmaq, yenilikləri araşdırmaq üçün doğru zamandır, imkanlar səni gözləyir. Oğlaq, planlı və səbirli olsan, bugün qurduğun əsaslar sabah böyük uğurlar gətirəcək. Dolça, sənə qeyri-adi gələn bir ideya bugün həyatına rəng qata bilər, açıq fikirli ol. Balıqlar, iç səsin bugün xüsusi dərəcədə aydındır, ona güvən, səhv etmərsən. Ritual.az-ın təqdimatında 29 aprel üçün bürc proqnozlarını dinlədiniz. Gündəlik bürclər haqqında məlumat üçün səhifəni izləməyi və videonu bəyənməyi unutmayın.